Bu ilin oktyabr ayına olan vəziyyətə görə ölkədə iri buynuzlu malqaranın sayı 2.438.8 min baş, onlardan inək və camışların sayı isə 1.218.000 baş təşkil edib. Yenavaz.com açıqlanan rəsmi məlumatları istinadən xəbər verir ki, qoyun və keçilərin ümumi sayı 6.763.7 min baş olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin oktyabrında iri buynuzlu malqaranın sayı 2.489.3 min baş, qoyun və keçilərin sayı isə 7.5.7 min baş olub. Nəticədə bir il ərzində iri buynuzlu heyvanların sayı 50.5 min baş, qoyun və keçilərin sayı isə 242 min baş azalıb. Onu da bildirək ki, 2021-ci ildən etibarən heyvandarlıq sektorunda tədrici azalma müşahidə olunub. Məsələn, 2021-ci ilin oktyabrında 2.666.6 min baş iri buynuzlu malqara və 8.197.3 min baş qoyun keçi qeydə alınıb. Son 5 il ərzində bu göstəricilər müvafiq olaraq 227.8 min və 1.433.6 min baş azalıb.